Ya iki Azərbaycanlı görüşür, bir-birinə abi deyirlər, brat deyirlər, qardaş deyən yoxdur. Axı o qardaş sözünü gör, iki heyc adamı gör, necə şirindir. Ya kimsə aparıcılardan efirdə dönür deyir ki, evrən mənə, niyə evrən, kainat sözü var. Sənin axı o kainat sözü, niyə sən xoşuna gəlmir? Ya mənə yaxşı bir film önəmsərin. Ay qardaş, tövsiyə eləyin, məsləhət görün. Falan kəsin, bilmirəm, xasiyyətində falan şeylər yansıyıb. Niyə yansıyıb deyəsən axı? Əks olunub deyinəndə. Çoxdur. Biz niyə özgüvən deyirik? Biz niyə özünə inam deməyək? Falan kəsin özünə inamı çox yüksəkdir. Özgüvən deyib də nə olursan, daha firmin nə olursan, daha belə o Sovet vaxtında deyirdilər, zaqraniç nə olursan. Sən nə olursan öz dilində yox, başqa dildə danışanda. Elə bilirlər ki, bunlar, türklər demiş, bu sosiyyete üzvləridir, yüksək sosiyyete üzvləridir. Və bunlar arada fransızca söz deyirlər, arada ingiliscə, arada rusca, arada ərəbcə, arada Osmanlı türkündə danışırlar. Öz dilin var.